Azərbaycanda orta aylıq əmək haqqının artması son günlərin ən çox müzakirə olunan mövzularından birinə çevrilib. Rəsmi statistikaya əsasən ölkədə orta aylıq nominal əmək haqqı artıq 1172 manatdan çox olub. Bu göstərici əvvəlki dövrlə müqayisədə artımın davam etdiyini göstərsə və cəmiyyətdə bu rəqəmin insanların gündəlik həyatını nə dərəcədə əks etdirdiyi ilə bağlı müxtəlif fikirlər səsləndirilir. İqtisadçılar bildirirlər ki, orta əmək haqqının yüksəlməsi ümumi iqtisadi göstəricilər baxımından müsbət hal hesab olunsa da, bu artım bütün vətəndaşların eyni dərəcədə gəlirinin yüksəldiyi anlamına gəlmir. Çünki orta göstərici hesablanarkən yüksək maaş alan sahələrdə ümumi rəqəmə ciddi təsir göstərir. Mütəxəssislərin sözlərinə görə maaş artımına daha çox neft və qaz sənayesi, maliyyə və sığorta sahəsi, informasiya texnologiyaları, eləcə də dövlət sektorunda həyata keçirilən əmək haqqı dəyişiklikləri təsir edir. Bu sahələrdə çalışan şəxslərin gəlirlərinin yüksəlməsi ümumi orta göstəricinin artmasına səbəb olub. Bununla yanaşı ölkənin bütün bölgələrində vəziyyət eyni deyil. Paytaxt ilə regionlar arasında əmək haqqı fərqi hələ də qalmaqdadır. Həmçinin dövlət və özəl sektor arasında da maaş səviyyəsində fərqlər müşahidə olunur. Xüsusilə kənd təsərrüfatı, təhsil, səhiyyə və sosial xidmət sahələrində çalışan insanların gəlirləri orta əmək haqqından aşağı olaraq qalır. Ekspertlər hesab edirlər ki, minimum əmək haqqına mütəmadi şəkildə yenidən baxılması vacib məsələlərdən biridir. Onların fikrincə, minimum əmək haqqının mərhələli şəkildə artırılması aşağı gəlirli insanların sosial rifahına müsbət təsir göstərə bilər. Eyni zamanda bu addım gəlir fərqlərinin müəyyən qədər azalmasına kömək edə bilər. Bununla yanaşı vurğulanır ki, təkcə minimum əmək haqqının artırılması bütün problemlərin həlli demək deyil. Əmək bazarında yeni iş yerlərinin yaradılması, iqtisadi inkişafın davam etdirilməsi, sahibkarlığın genişləndirilməsi və vergi siyasətinin təkmilləşdirilməsi də əhalinin gəlirlərinin artmasına mühüm təsir göstərən amillər sırasındadır. Mütəxəssislər bildirirlər ki, orta əmək haqqının yüksəlməsi iqtisadiyyatın inkişaf etdiyini göstərən göstəricilərdən biri olsa da, insanların real rifah səviyyəsi yalnız maaşın məbləği ilə müəyyən edilir. Gündəlik yaşayış xərcləri, ərzaq qiymətləri, kommunal ödənişlər və digər zəruri xərclər də ailələrin büdcəsinə birbaşa təsir edir. Buna görə də vətəndaşlar əmək haqqındakı artımı gündəlik həyatlarında hiss etmək istəyirlər. Hazırda bir çox insanı maraqlandıran əsas suallardan biri də yaxın aylarda əmək haqqı və sosial ödənişlərlə bağlı yeni qərarların qəbul edilib-edilməyəcəyidir. Bu məsələ ilə bağlı rəsmi qərarlar qəbul olunacağı təqdirdə ictimaiyyətə müvafiq dövlət qurumları tərəfindən məlumat veriləcək. İqtisadçılar hesab edirlər ki, ölkədə iqtisadi inkişaf davam etdikcə əmək haqqının da mərhələli şəkildə artması üçün imkanlar genişlənə bilər. Bununla yanaşı əsas məqsəd yalnız orta göstəricinin yüksəlməsi deyil, bütün sahələrdə çalışan insanların həyat səviyyəsinin yaxşılaşdırılması və gəlir bərabərliyinin daha da təmin olunmasıdır. Bəs siz bu mövzu haqqında nə düşünürsünüz? Sizcə əmək haqqının artımı insanların gündəlik həyatında hiss olunurmu? Fikirlərinizi şərhlər bölməsində bizimlə bölüşməyi unutmayın. Ən son xəbərlərdən vaxtında xəbərdar olmaq üçün kanala abunə olun və bildirişləri aktiv etməyi unutmayın.